Nəriman metrosu yaxınlığından salamlayırıq sizi. Nəriman metrosuna piyada 1-2 dəqiqəlik məsafədə parkın Parkın düz yanında Ağa Nemətullah küçəsindən girişi olan 18 mərtəbəli premium binanın 4-cü mərtəbəsində 100,1 kvadrat ölçülü, tam 2 otaqlı və supercə təmir edilmiş, olduqca keyfiyyətli təmir olan bir mənzil təqdim edəcəyik sizə. Xol istədiyi hal-hazırda məlumatlarını bir daha xatırladıram. 100,1 kvadrat ölçü, 2 otaq və 4-cü mərtəbə premium bir bina, yeni istifadə verilmiş bir bina. Mənzilin giriş qapısını görməkdəsiniz. Giriş qapısından girdikdə sol hissədə belə bir açarlıq və pufik kimi istifadə edilə biləcək bir mebel yerləşdirilib. Daha sonra gömmə bir qardirob mebelindən istifadə edilib. Burada mənzilin texniki otağı, camaşırxana otağı ilə birlikdə texniki otaq tərtib edilib. Burada mənzilin yataq otağı, burada mənzilin mətbəxi, burada qonaq otağı, burada isə mənzilin ümumi sanuzeli yerləşməkdədir. Xol boyu döşəmədə qranit və lazer kəsim teksturadan istifadə edilib. Tavan işıqlanmada isə spot və led və oristeklo işıqlanmadan istifadə edilib. Olduqca əla tekstura verilib. Dartma tavan deyil, oristeklo işləmədir gördüyünüz kimi. Bu tekstura döşəmənin qranit teksturası mətbəxdə də davam edir. Otaqlarda isə əla növ bambuk parketdən istifadə edilib və yolka, İngilis yolkası şəklində vurulub bu parketlər. Bütün otaqlarda əşya planlaması həyata keçirilib. Elektrik qutularının yerləşməsi məhz buna uyğun nəzərə alınıb. Elektrik sistemi, elektrik qutusu demişkən, elektrik qutuları cevizdir. Qonaq otağının TV internet çıxışı, TV yerləşimi burada nəzərə alınıb. Və genişliyini görürsünüz qonaq otağının. Bütün otaqlarda gri markalı kondisionerlər var. Bu hissədən yumşaq mebel dəstinizi rahatlıqla, istənilən ölçüdə rahatlıqla yerləşdirə bilərsiniz. Pəncərə önünə isə 8 nəfərlik bir yemək masası eninə yerləşmədə rahatlıqla bu qonaq otağının eni sizə kifayət eləyəcək. Burada mənzilin bir balkonu var, texniki balkondur həm də eyni zamanda. Kollektor sistemi, kombi sistemi və qaz sayğacı burada yerləşir. Belə deyək, saatlı binanın düz arxa istiqamətidir bu binanın yerləşməsi. Mənzilə yəni baxış istədiyiniz zaman şahid olacaqsınız. Qarşısı açıq, gün düşən mənzildir və bütün otaqlardan Heydərli prospekti tərəfə baxışı var. Ümumi sanuzelində təqdim edeyim sizə. Əla teksturalı qranitlərdən istifadə edilib və tam aksesuar yerləşimi həyata keçirilib. Nerj bir duş kabin, divarçı duş aksesuarları gördüyünüz kimi, nişa işıqlanma ilə birlikdə nişa bəzəldir burada. Belə bir böyük ölçülü qranit kəsim bir moydadır yerləşdirilib. Son dövrün dəbinə uyğun yenə nişa davam edir. Su şılkasına qədər, divarçı unitaza qədər və xırda asılqanlıqlara qədər hər şey nəzərə alınıb və yerləşdirilib. İndi isə keçək mətbəxə. Olduqca keyfiyyətli və zövqlü təmiri var mənzilin. Mətbəxdə də en və uzunluq nisbəti idealdır və əla teksturalı mətbəx mebeli yerləşdirilib. Evin ümumi konseptinə neoklassik tərzə uyğun bir mebel yığılıb. Gördüyünüz kimi 4 qapılı bir soyuducuya, böyük ölçülü bir soyuducuya yer saxlanılıb. Penal isə tam doldurulub. Boş markalı mikrovolnovka, boş markalı soba yerləşdirilib, elektrik sobası. Qaz sobası da həmçinin gizli aspiratorla birlikdə mətbəx mebelinin üzəri və sinəliyi süni mərmərlə işlənib və ikili moykadan istifadə edilib. Mətbəxin TV yerləşimi isə burada nəzərə alınıb. Əlavə olaraq bu hissədən rahatlıqla 4, hətta 6 nəfərlik bir mətbəx masası da yerləşdirə bilərsiniz və hətta bir divan da yerləşdirə bilərsiniz bura rahatlıqla. Kondisioner yerləşimi isə yenə öz növbəsində var. Gömmə bir qardirob var burada xol hissədə. Texniki otaq demişdim sizə. Kifayət qədər geniş bir otaqdır və tam şkaflarla təchiz edilib. Gördüyünüz kimi həm ütü otağı, həm camaşır otağı kimi istifadə edə biləcəksiniz. Buranın paltaryan yerləşimi burada nəzərə alınıb. Üzəri isə ütü masası kimi tərtib edilib. Sağ hissədə yenə boşluq var, sol hissədə də boşluq var. Əlavə artıq əşyalarınızı bu otağa rahatlıqla yerləşdirə biləcəksiniz. Və son olaraq mənzilin yataq otağında təqdim edeyim sizə. Qapı tutacaqlarına qədər hər şey brend firmalara aid materiallardan istifadə edilib mənzilin təmiri zamanı. Yenə yataq otağında da əşya yerləşməsi tam olaraq nəzərə alınıb. İkili böyük yataq
dəstinin yerləşimi məhz burada nəzərə alınıb. Tumbaların üzəri rozetka koy çətirlər qoyulub, üzərində paraşütlandırmalar nəzərə alınıb. Əlavə olaraq klimarkalı kondisioner, o hissədən istəyinizə uyğun make-up yerləşimini həm soldan, həm sağdan eləyə bilərsiniz. Yenə qardirob əlavəsi yerləşdirə bilərsiniz. Yataqla düz üzbəüz TV yerləşimi nəzərə alınıb. Buradan hətta yazı masası da yerləşdirə bilərsiniz istəyə uyğun və qardirob mebelinə yenə bir əlavə də buradan istər düz, istər künc olmaq üzrə rahatlıqla böyük bir qardirob mebeli yerləşdirə bilərsiniz. Belə mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdım sizə. Nərimanov metrosuna piyada 1-2 dəqiqəlik məsafə, premium bina, 18 mərtəbəli yeni tikilinin 4-cü mərtəbəsi, 100.1 kvadrat ölçülü mənzil, tam 2 otaqlı, keyfiyyətli təmirli bir mənzil və start olaraq təyin edilən qiymət 375.000 manatdır. Real alıcılar endirim nəzərdə tutulur. Mənzili qaçırmamanızı tövsiyə edirik. Demək olar ki, padmaya qiymətindən biraz yuxarı təklif edilir. Olduqca dəyərindən ucuz bu cürə təmirə görə dəyərindən ucuz qiymət təyin edilib, qaçırmamanızı tövsiyə edirik. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, rəqəmlər.